İki Sumqayıtlı qəhrəman Eldar Ağacanov, Arsif Əliyev. Əziz iştirakçılar, Gəncə Open 2025 Beynəlxalq Şahmat Festivalında hər kəsdən xahişim, hər kəsdən ricam ayağa qalxaq, Azərbaycan Respublikasının dövlət himni səslənir. Çıxış üçün söz verilir Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdürü Yadigar Bədəlov cənablarına. Hörmətli tədbir iştirakçıları, Gəncə şəhərinə xoş gəlmisiniz. Bu günləri Gəncə şəhərində beynəlxalq şahmat turniri fəaliyyətə başlayır. Bu münasibətlə mən sizin hər birinizi Gəncə şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Niyazi Bayramovun adından salamlayıram və Gəncə şəhərinə xoş gəlmisiniz deyirəm. Beynəlxalq turnirə uğurlar diləyirəm. Dediyiniz kimi, ölkəmiz beynəlxalq tədbirlərə, xüsusilə də idman tədbirlərinə ev sahibliyi edir. O cümlədən Gəncə şəhərində son zamanlar bu tədbirlər çox yüksək səviyyədə Gənclər İdman Nazirliyi tərəfindən, eyni zamanda Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə təşkil olunur. Əziz iştirakçılar, qonaqlar, valideynlər, bəşirlər, qadın və tarixi Gəncədə mənim öz doğma vətənimdə, mən burada anadan olmuşsam və onunla çox fəxr edirəm. Gözəl təşkilatçılığa görə ilk növbədə Gəncə İcra Hakimiyyətinə, sponsorlara,
Eyni zamanda Gəncə Şahmat Məktəbinə Akif müəllim başda olmaqla bilirəm ki, o şahmatın canlandırmasında burada çox fəal işlər aparır. Həminə öz minnətdarlığımı bildirirəm. Və Gəncə Şahmat Openu bildiyiniz kimi Azərbaycan Chess Tour'un 7-ci yarışıdır. Bundan sonra isə Şirvan Open'la yekunlaşılacaq. Azərbaycan Chess Tour və demək istəyərdim ki, Gəncə Open'dakı yığılan şahmatçılar, buradakı oyuncuların səviyyəsi demək olar ki, ən güclü turnirlərdən biridir. Və bu fürsətdən istifadə edərək sizi Zəfər günündə və Bayraq günü münasibətilə təbrik edirəm və sabah bizim Konstitusiya günümüzdür. Hər birinizi təbrik edirəm və uğurlar arzu edirəm. Gəncə Open isə uğurlar arzu edirəm. And I would like to say a couple of words to our folk players. Welcome to Gəncə, welcome to this lovely city where I was born, and I'm very proud of that. I hope you enjoy your games, you enjoy Gəncə, and good luck to everyone. Növbəti çıxış üçün söz verilir yarışmamıza təşkilatı dəstək verənlərdən biri Əli Həsənov cənablarına. Mən də hər birinizi salamlayıram. Mənim üçün doğma olan Şahmat ailəsini, artıq mənim üçün doğmalaşan Gəncədə belə bir tədbirdə biz də bir, necə deyərlər, dəstək göstərə bilirsə nə xoş bizə. Turnirin əsas sponsorlarından biri olan təşkilat dəstəyimizə dəstək atan Apatya Park Premium'un nümayəndəsi buradadır. Bu da Gəncənin gözəlləşməyində, inkişafında xüsusi töhfəsi olan bir şirkətdir. Mən də hər biriniz uğurlar arzulayıram. 300-dən artıq iştirakçı var. Çox böyük bir göstəricidir. İnşallah hər şey düşünülən kimi gözəl idman bölgesində yekunlaşır. Çox sağ olun. Yarış qaydaları ilə tanış olmaq üçün söz verilir festivalın baş hakimi, beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmova. Bir daha hamımızı xoş gördük. Yarış qaydalarına keçməmişdən əvvəlcə mən də hakimlərimiz adamdan yarışın təşkilində əməyə keçən hər kəsə, xüsusilə Gəncə şəhərində sponsorlara, hər kəsə, əməyə keçən hər kəsə hakimlərimiz öz təşəkkürümüzü bildiririk və qısaca olaraq iştirakçıları yarış qaydaları ilə tanış etmək istəyirəm. Demək, bizim festival İlahi xanım qeyd etdiyi kimi 7-ci festivaldır. Digər festivallar kimi bu festivalda A və B turnirlərindən və Blitz Rapid turnirlərindən ibarətdir. A turniri və B turniri İsveçrə sistemi üzrə 9 turdan ibarət keçiriləcək. Bugün birinci turumuz başlayır. Nəzarət vaxtımız A turnirində hər bir iştirakçı üçün oyunun sonuna qədər 90 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün əlavə 30 saniyə veriləcək. B turnirində isə nəzarət vaxtı hər bir iştirakçı üçün oyunun sonuna qədər 60 dəqiqə. Qarışdırmayın, A-da 90 dəqiqə, B turnirində 60 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün əlavə 30 saniyə veriləcək. Tura, klassik oyunda tura gecikmə müddətləri A və B turnirlərində maksimal gecikmə müddəti icazə verirlər 15 dəqiqə. Bugün bir turumuz var, sabah 2 oyunumuz var. Bunu da yaddan çıxartmayaq. Sabah saat 10'da ikinci turumuzdur, günorta saat 4'də üçüncü turumuzdur. Şimdi icazənizlə qonaqlar üçün də öz dillərində bir-iki kəlmədir. Dear participants, dear guests, welcome to Azerbaijan, welcome to International Chess Festival Gəncə Open 2025. This is 7th festival in the cycle of Azerbaijan Chess Tour. Like other festivals, this festival also consists of A and B tournaments, as well as
rapid and breeze tournaments. Each of the A and B tournaments is held according to the Swiss system in 9 rounds. Time control. In tournament A, 90 minutes for each player until the end game with additional 30 seconds per move, starting from move number 1. But in tournament B, time control is 60 minutes for each player until the end game, also with additional 30 seconds for per move, starting from move number 1. Default time is 15 minutes in A and B categories. 15 minutes. I would like to remind you that tomorrow we will have 2 rounds. At 10 o'clock the second round, and at 4 o'clock p.m. the third round. The first round will start in few minutes. Take your seats, please. Success all you. Thank you for attention. Mən də öz növbəmdə bütün iştirakçılara, onlara arzulayıram, diqqətiniz üçün minnətdarım. Sağ ol, keyfin yaxşı. İştirakçılar dində herkes, hem A grubu hem B grubu yerlerimize keçək valideynlərdən xahiş edirik. Kimin üstünde telefonlar var, zəhmət olmasa təhvil verin. Paltarları qardıroba təhvil verirsiniz, bir grubu da orada təhvil verir. Şərti bir ilaha qədimov eləyəcəklər. Buyurun birinci taxtaya. Sumqayıtlı hakim, mənim davamçım. Yarış başlayır.